Valideynlərə səslənirəm. İcazə verin uşaqlar öz istədiyi kimi pulları yığsınlar və kitab alsınlar. Kitab mənim ruhumu dincəldir. Qoy təkcə mən bilməyim, digər insanlar da bilsin. Bu hədəfdən yola çıxan uşaq gözəl yazıcı ola biləcək. Bəzi valideynlər deyir ki, telefonu götür get oyun oyna, kitab oxuma. Çox uşaqlara ona görə danışdırıram ki, öz övladlarınız barəsində düşüncəniz dəyişsin. Fikirləşdim ki, bu kitab mənim həyatımda böyük dəyişikliklərə yol açacaq. Hər sərgilər bir-birindən həqiqətən fərqli olur. Baxmayaraq ki, eyni işi görürük əslində. Ancaq təəssürat başqadır, his başqadır, ab-hava başqadır. Kitab uşaqlar üçün çox böyük rol oynayır. Onların inkişafına dəstək olur. Dostum nəşriyyatı uşaq kitabları sektorunda yeni ərsəyə gəlmiş nəşriyyat evidir və əminəm ki, balaca dostlarımızın maariflənməsində böyük bir rolu olacaq.